Salam əziz doqquzlar, bu video 20 və 27 aprel tarixində keçiriləcək buraxılış imtahanı dəstək məqsədilə çəkilmişdir. A-nın hansı qiymətində ifadənin qiyməti təyin olunmayıb. Bu ifadənin qiymətinin təyin olunmaması üçün bu ümumiyyətlə nədir? Kəsirdir, düzdür? Bu kəsirin qiymətinin təyin olunmaması üçün bunun məxrəci gərək 0-a bərabər olsun. Onda 2A çıxılsın altını bərabər edirsən 0-a. Buradan 2A bərabərdir 6, A bərabərdir 3 alınır. Deməli, A-nın 3 qiymətində bu ifadə qiyməti təyin olunmayacaq. İkinci sualda ifadəsinin qiymətini hesablayaq. Burada 81-in kvadratının əvəzinə 81 vursun 81 yaza bilərik. Digər tərəfdən 3-ün kubu bizə 27 verir. 27 üstündə mənfi 2 nə deməkdir? 27 üstündə mənfi varsa, bu onu çevirir tərsinə. Yəni 1 bölünsün 27-nin kvadratı şəklinə gətirir. Bu mənfi bunu kəsr şəklinə gətirdi də tərsinə çevirdi, belə deyək. İndi 1 bölünsün 27-nin kvadratının əvəzinə 1 bölünsün 27 vurulsun 1 bölünsün 27 yaza bilərəm də. Bu 81-də bu 27 ixtisar getsin, burada 3 qalsın. Bu 81-də bu 27 ixtisar getsin, burada 3 qalsın. 3 avran necə yer? 9. Deməli, cavab olur D variantı. Üçüncü sualda. Çevrənin KP və Y-in vətənləri M nöqtəsində kəsişirlər. Bizə verib ki, KM-imiz 4-dür. MP-miz 9-dur. Y-M isə 3 olarsa, Y-in vətənin uzunluğunu tapın. Gəlin buradan M-nə bir dənə X yazaq. İndi 2 vətər kəsişirsə, bizim xassəmiz nə idi? KM-in MP-yə hasili bərabər olmalıdır. Y-M-in M-nə hasilinə. Buradan X-i tapsaq 4-ü vursan 9-a 36, 3-ə bölürsən 12. Deməli, X-im olur 12. Cavabda 12 var. Gəldim, götürdüm 12. Ayda sualın biri getdi. 0 bal. İmtahanda fikir verməli olduğumuz məqamlar nədir? Mütləqdir ki, diqqətlilik olmalıdır. Yəni, sən savadlı ola bilərsən. Diqqətin yoxdursa, onsuz da yəni, yuxarı bal yığma imkanın azalacaq. Bizdən nəyi soruşur? YN vətəninin uzunluğunu soruşur. Mütləqdir ki, nəyə soruşduğuna baxmaq lazımdır. Burada YN varsa, buradan bura qədər olan hissədir də, düzdür. Y-ni tapmaq üçün YM-lə M-ni toplamalıyam. M-nim 12-dir, Y-nim isə 3-dür. Toplasam isə 15. Cavab olmalıydı 15. B variantı. Diqqətli olanlar düz yazdı. Diqqətsiz olanlar səhv. Dördüncü sualda həcmi 216 kub santimetr olan kubun bütün tillərin uzunluqları cəmini tapın. Ümumiyyətlə kubun həcmini A kubu ilə tapırıq. A kubum nəyə bərabərdir? 216, yəni 6-nın kubuna. Buradan kubları at geçsin, onda A-mız olur 6. İndi kubun bir tili 6-dırsa, neçə tili var idi? 12. Hər birinin uzunluğu 6-dırsa, vurursun 6-ya 72. Cavab olur Y variantı 4-də. Sonra davam edək 5-ci sualda. Cədvəldə müxtəlif yaş qrupları üzrə idmanla məşğul idmançıların sayı verilmişdir. İdmanla məşğul olanların neçə faizi 37-42 yaş arasındadır. Burada məsələ nədir? Məsələ orasındadır ki, 37-42 yaş arasında 15 nəfərim var. Düzdür? Aha. Ümumi neçə nəfərim var? 35-25. Bu bizə verir 60. Bir də 15-im var 75. 75 də ümumi adam var. Bir dənə də kəsr xətti çəkək. Bax, bir də deyirəm. Burada tapdıq ki, bunu ilə 15 nəfər ümumi insanların neçə faizini təşkil edir? Daha doğrusu hansı hissəsini təşkil edir? Aha, düzdür. Ümumi 75 nəfərdir. 37-42 arası danışa bilmədim. 37-42 yaş arası isə 15 nəfərim var, düzdür? İndi səndən nəyə soruşur? Neçə faizi? Faizi də çevrəndə ədədi nə edirsən? 100-ə vurursan da, vəssalam. Yəni 75-də 15-i vurmalsan 100-ə. 75 ümumi adamların sayıdır, bir də deyirəm. 15, 37, 42 yaş arasındakı da faizi də çevrəndə 100-ə vurdum. 15 ilə 75 ixtisar gedir, burada 5 qalır. Bu 5 ilə də bu 100 ixtisar gedir, 20 olur. Cavab olur 20. B variantı. 6-cı suala baxaq. AB, SK və YF nöqtələri o nöqtəsində kəsişir. Bizə verib ki, AOC. AOC 44. Bura 44-dür. Bura 44-sə, bunun qarşısındakı da 44-dür deyə bilərəm. Buranı silək. Digər tərəfdən FOK 56-dır. FOK haradır? Bura. Bura 56-dırsa, mən buranın da 56 olduğunu deyə bilərəm də, çünki qarşısındakı bucaqdır deyə qarşılığı bucaq olur. Düzdür? Aha. İndi bax, bu xəttdə. Bu xətt nə? Hansı bucaq əmələ gətirir? Açıq bucaq əmələ gətirir. Açıq bucağı nə idi? Bütün ümumi bucağın cəmi nəyə bərabər olmalıdır? Açıq bucaqda 180 dərəcəyə bərabər olmalıdır. Mən bura bir alfa desəm, alfa üstə gəlinsin 56, üstə gəlinsin 44 bərabər olmalıdır 180-ə. Vəssalam. Buradan alfa üstə gəlinsin 100 bərabər olmalıdır 180-ə. Buradan alfa bərabər olmalıdır 80-ə. Cavab olur C variantı. X dəyişənin hansı qiymətdə kəsin qiyməti ən kiçik sadə ədəd olar? Ən kiçik sadə ədəd hansıdır? 2. Deməli, bu kəsin qiymətinin 2 olması üçün bu şəkildə yazmalıyam. Burada da tənasübdən istifadə eləsək, x üstə gəlsin 3 bərabər olmalıdır 10-a, x bərabər olmalıdır 10 çıxılsın 3, 7-yə. Cavab olacaq D variantı.
B-nin ədədi silsiləsində bizə verib ki, B6 160-dır. Q isə 2 olarsa B4-ü tapın. Biz bilirik ki, B6 bərabər olmalıdır. B4 vurulsun Q kvadratına. Buradan B4-ü tapmaq istəyirsənsə, B6-nı bölməlisən Q kvadratına. B6-mız nədir? 160-dır. Q kvadratımız nədir? 2-nin kvadratı 4-dür. 160-da 4-ə böləndə eləyir 40. Deməli, B4-ümüz nəyə bərabər olmalıymış? 40-a. B variantı olur. 9-cu sualda 1 bölünsün x üstü mənfi 3 üstündə 4 ifadəsini sadələşdir. Aha. Burada 1 bölünsün x üstü mənfi 3 deyil. Burada mənfi var, görürsünüz də. Bu mənfidirsə, bax. 1 bölü x-i tərsinə çevirəcək həmin mənfi. Onda burada alır x. Demək, bu olur səndə bu mənfi getdi də. Bu mənfi yoxdur burada. X-in kubu. X-in kubunun üstündə də 4 nədir? X üstündə 12 deməkdir. 3-ü vurduq 4-ə elə bil ki. X üstü 12 elədir, bölünsün. Gəlirəm məxrəci sadələşdirməyə. Bax, x üstündə mənfi 2 nə deməkdir? 1 bölünsün x kvadratı deməkdir, düzdür? 10 üstündə 4 varsa, bu da bizə verəcək 1 bölünsün x üstündə 8. 1 üstündə 4 1 elədi, ona görə yazmadım dahi o 4-ü. X-in kvadratı üstündə 4-dür, x üstü 8 edir, 2 4-ə vurduq. Bir də bunun da üstündə görürsünüz ki, mənfi 3 var. Gətirirsən mənfi 3 də yazırsan bura. Mənfi nədir? Həmin bu 1 bölünsün x üstü 8-i tərsinə çevirəcək. Tərsinə çevirəndə x üstü 8 alınır da, düzdür? Onun da üstündə 3, bu da bizə verəcək x üstündə 24. Vəssalam, bura onda olur x üstü 24. İndi bunu həll eləmək istəsək, biz bilirik ki, böləndə üstlər çıxılır. Böləndə üstlər çıxılırsa onda nə alınır? X üstündə 12 çıxılsın 24. Bu da bizə verər x üstündə mənfi 12. Cavab olacaq A variantı. Sonra davam edəcək. Kiçik oturacağı 7 cm, böyük oturacağı 10 cm olan, yan tərəfi isə 4 cm olan düzbucaq trapeziyanın böyük tərəfini tapın. Bax, kiçik oturacağı 7-dir, böyük oturacağı 10-dur. Kiçik yan tərəfi isə 4 olarsa, düzbucaq trapeziyanın böyük yan tərəfini tapın. Neyiniyək? Bax, bu düzbucaqlı trapeziyadır, ümumiyyətlə, bura 90 dərəcədə deyə bilirsən. Buradan bura bir hündürlük çəkirəm. Bu hündürlük həmin bu 4-ə bərabər olacaq, elə burada 4-dür deyə bilərsən. İndi bax, bu tərəf 7-dirsə, onda burada 7 deyə bilirsən, çünki qarşısındakı tərəfdir. İndi məsələ orasında ki, buradan bura 10 deyil, bura 7-dirsə, onda buradan bura nə olmalıdır? 3 olmalıdır da. Deməli, onda bura olur 3. Vəssalam. İndi buradan belə bir düzbucaqlı üçbucağımız alınıb. Bu düzbucaqlı üçbucağı Pifaqor teoremindən istifadə etsək, kök altında, bir dəqiqə. Pifaqordan istifadə etsək, kök altında. Onda nə alınır? 16 üstə gəlinsin 9. Düzdür? Bu da nə verir mənə? Kök altında 25, bu da bizə verəcək 5. Deməli, cavab olur 5. Böyük yan tərəf olub 5. Sonra, bərabərsizliyi həll elə deyir. Burada modul bərabərsizliyi verilib. Necə yazırsınız? Bax, burada modulu birinci müsbətlə açıram olduğu kimi 2x çıxılsın 4 kiçikdir 12 olur onda. Onda olur 2x kiçikdir 16, x kiçikdir 8. Bunu bildik. Digər tərəfdə modulu mənfi ilə də aça bilirəm. 2x çıxılsın 4-ü saxla, amma modulu mənfi ilə açırsansa qarşı bir dənə mənfi atırsan. Bu nə olmalıdır? Kiçikdir 12 olmalıdır. İndi fikir ver. Bərabərsizlikdə hər tərəfi mənfiyə bölək. Mənfiyə böləndə baba bu var, baba bu. Bunun ağzı dəyişir, bu bir tərəf olur. Mənfiyə də böləndə təbii ki, müsbət 12, mənfi 12 olacaq da, işarəsi dəyişir. Düzdür? Aha. Və salam, bunu həll edəsək, 2x böyükdür, mənfi 8, x böyükdür, mənfi 4. İndi mənfi 4-dən böyük, 8-dən kiçik. Hansı variantdır bu? Mənfi 4-dən böyük, elə bir ki, ədəd oxumuna göstərsək, mənfi 4-dən böyüklər, 8-dən kiçiklər. Kəsişməsi də bura olur. Mənfi 4, 8 aralığı. 12-ci sualda kök x çıxılsın, kök y fərqi neçə olar deyir. Bax, burada bunun əvəzinə mən kök x çıxılsın, kök y vurulsun, kök x üstə gəlinsin, kök y yaza bilirəm. Yəni, biz bilirik ki, a kvadratı çıxılsın, b kvadratı bərabərdir. A çıxılsın, b vurulsun, a üstə gəlinsin, b. Həmin məntiqdə həmişə yazdım bura. İndi bunu həll eləmək istəsək, kök x, deməli, bərabər olmalıdır nəyə? 18-ə bərabər verib də mənə. İndi məsələ nədir? Məsələ nədir? Kök x üstə gəlsin, kök y budur. Bu bizə neçə verib qiymətin? 6. Yazırsan 6-nı bura. Kök x üstə gəlsin, kök x çıxılsın, kök y-nin qiymətini bilmirəm də və sonda buradan tapa bilərəm, amma nəyi 6-ya vursam 18 deyir 3-ü. Deməli, kök x çıxılsın, kök y-nin qiyməti nə imiş? 3 imiş. 13-cü sualda cəmini tap deyir. Burada deməli birincinin kvadratı yüksəltsək, 4x kvadratı çıxılsın, 2x çıxılsın 3, hasilini 2 misli bizə verir 12x, üstə gəlinsin 9. Buradan a-nın mənfi 12x olduğunu gördük.
Digər tərəfdən mənfi 12x. A mənfi 12x olur. Oy, nə yazdım ora? A-mız olur mənfi 12x. Aha. İndi ikinci tərəfdən də 4x üstə gəlsin 1-in kvadratı yüksəlsin 16x kvadratı üstə gəlsin 8x üstə gəlsin 1-dir. Buradan da b-nin yerinə 8x durduğunu görün. B-miz də olub 8x. Nəyə soruşur? A üstə gəlsin b-ni soruşur da. Topla. Toplassaq mənfi 12x üstə 8x gəlsə mənfi 4x eləyər. Cavab olar Y variantı. 14-cü sual. Burada bunun əvəzinə 10m üstə gəlsin n yaza bilirəm. Bunun əvəzinə isə 10n üstə gəlsin m yaza bilirəm. Bərabər olmalıdır. 88 vurulsun, m çıxılsın n-ə. Buradan bunu 10m-lə m-nı toplayanda 11m eləyir. N-lə 10n-i toplayanda 11n eləyir. Bərabər olmalıdır. 88 vurulsun, m çıxılsın n-ə. Buradan 11-i mötərizə xaricində çıxartsam, 11 vurulsun, m üstə gəlsin n bərabər olmalıdır. 88 vurulsun, m çıxılsın n-ə. Buradan 11 ilə 88 ixtisar gedir. Burada onda nə alırsan? M üstə gəlsin n bərabər olmalıdır. 8 vurulsun, m çıxılsın n-ə. Gəlin də bunu vuraq açaq. Bunu vurub açanda nə alınır? M üstə gəlsin n bərabərdir. 8m çıxılsın 8n. Sadələşdirsək, m-i bu tərəfə gətirəndə onda 7m alınır. Mənfi 8n-i bu tərəfə gətirəndə 9n alınır. Burada m-ə uyğun gələn ortadakı, yəni 9-dur. N-ə uyğun gələn kənardakı 7-dir. Onda m-i 9, n-i 7 tapıram. Bizdən m-in hansını soruşmur. 9 7 neçə yer? 63. Cavab olur A variantı. Sonra davam edək 14-cü sualla. Deyir, hər birində 7 element olan 2 çoxluğun kəsişməsinin elementləri sayı 4 olarsa, onların birləşməsinin sayını tapın. Budur da. Tutaq ki, A çoxluğum var, B çoxluğum var. Olan 2 çoxluğun kəsişməsinin elementi 4-dür. Olarsa onların birləşməsinin sayını tapın. Hər birinin 7 elementi olması üçün bura 3 yazmalıyam. Burada 3 yazmalıyam. Fikir ver. A çoxluğu bu hissə deyil. Neçə elementi var? 7. B çoxluğu bu bir hissə deyil. Neçə elementi var? 7. Və salam. Bizdən də A ilə B-nin birləşməsini soruşur. 3, 4, 3. Cəmi bizə verir 10. Cavab olur A variantı. Baxaq 16-cı sualımıza. 16-cı sualda bizə verib ki, bərabəryanlı deməli, üçbucağın perimetri 32, oturacağı 12 olarsa onun hündürlüyünün neçə santimetr olur? Yəni bu üzdə bərabəryanlı üçbucağın bərabər yanları olduğuna görə yanları x-də oturacağı 12-dir. Perimetri 32 isə 3-ünün cəmi 32 olmalıdır. X-dan x-i toplayanda 2x üstə gəlsin 12, 32-yə bərabər olmalıdır. Onda 2x bərabərdir 20 alır. Onda x-i tapırsan ki 10-dur. Bura olur 10. İndi səndən nəyi soruşur? Hündürlüyünü soruşur. Ümumiyyətlə, bərabəryanlı üçbucaqda təpədən çəkilən hündürlük həm mediandır, həm də tənböləndir deyə bilirəm. Bir də deyirəm, bərabəryanlıdırsa əgər təpədən çəkilən hündürlük həm mediandır, həm də tənböləndir. Onda bu 12-ni yarıya bölür də, 6-6 bölür. İndi buradan, bax, belə bir üçbucaq görür, düzbucaqlı. Pifagora görə hipotenuz 10, katetim 6-dırsa, bu katetimdə olacaq 8. Yəni 8-in kvadratının üstünə 6-ın kvadratını gəlsəm 10-un kvadratına bərabər olur da. Bizdən də hündürlüyü soruşur, cavab olur 8. 17-ci suala baxdıq. Təşkil sistemindən y kvadratını tap deyir. Görək bunu necə tapa bilərik. Baxaq, görək nə edə bilərik burada. Aha. Burada deməli bunun əvəzinə fikir ver. X kvadratı üstə gəlsin 2x y üstə gəlsin y kvadratı üstə gəlsin 5y kvadratı bərabərdir 59 yaza bilirəm. Elə bir ki, nə elədim mən? 6y kvadratını parçaladım. Y kvadratı və 5y kvadratına parçalaya bilərik də. Bu bizə nə verir? Müxtəsər vurma düsturu. Yəni x üstə gəlsin y-in kvadratı. Düzdür? Üstə gəlsin 5y kvadratı, o da bərabər olmalıdır bizdə 59-a. X üstə gəlsin y-in kvadratı, 3-ün kvadratı verir. Bu bizə nəyə bərabər olmalıdır? 9-a. Üstə gəlsin 5y kvadratı bərabər olmalıdır 59-a. Buradan 5y kvadratı bərabərdir 59 çıx 9 50-yə. Buradan y kvadratı bərabər olmalıdır 10-a. Bizdən y kvadratını soruşur da. Və salam, cavab olur 10. Sonra davam eləsək 18. Bu 18-ci sualda mənfi 12 AB həqiqət ədədinin kəsr hissəsi 0,64 olarsa AB hasisini tapın. Ümumiyyətlə yadımızda saxlayaq ki, mənfi ədədin kəsr hissəsi var ha. Mənfi ədədin kəsr hissəsi heç vaxt mənfi ola bilmir. Yəni mən sənə desəm ki, tutaq ki, mənfi 12,14-ün tam hissəsini tap. Sən mütləqdir ki, deməlisən ki, bunun tam hissəsi bu şəkildə göstərilir. Belə mötərizə, kvadrat mötərizədə göstərilir.
deməli bərabər olmalıdır -13-ə. 1 vaid böyük götürürsən. Sənə desəm ki, bunun kəsr hissəsini tap. Onda bunun kəsr hissəsi sənə verəcək 0,7. Yəni sən bu belə yaza bilmərsən. Bunun tam hissəsinin olsun -12, kəsr hissəsi olsun -0,3. Yadımızda saxlayaq ki, kəsr hissəsi çox mənfi olmur. Bu səhvdir. -13 ilə 0,7-nin toplamında -12,3 almırsan, alırsan da -12,3-ün tam hissəsi -13-dür, kəsr hissəsi 0,7-dir. İndi buradan davam edək. Bizə deyir ki, -12 tam neçədirsə ədədim. Düzdür? Sən deyirsən ki, bunun tam hissəsi nə imiş? Bunun tam hissəsi deməli -13-dür. Digər tərəfdən kəsr hissəsi də özü verib də 0,64 olduğunu. Kəsr hissəsi də 0,64. Sorry. Bir dəqiqə. Hə, kəsr hissəsi də 0,64. Okay. Deməli, və mənim -12 AB ədədim bərabər olmalıdır tam hissənin kəsr hissənin cəminə. Tam hissəm -13-dür, kəsr hissəm də 0,64-dür də. Onda nə alıram? -12 AB bərabərdir -12 tam %36-ya. -12-lərin onsuz da eyni deyil. AB-yə uyğun gələn budur da. Onda buradan alırsan ki, A-mız 3-dür, B-miz 6-dır. Bizdən də AB asılını soruşur. Vurursan bir-birini. 3 6-ya vuranda cavab edir 18. Ümid edirəm, başa sala bildim bunu. Sonra davam edək 19-cu sualdan. 19-cu sualda bizə verib ki, ifadəsinin qiymətini hesablayaq. Burada deməli neyniyək? 5-in kvadratı verib. 2-nin kubun kvadratı var. 3-ün kvadratının kvadratı var. Okay. Deməli, burada 5-in kvadratı qalsın. 2 üstü 6-ın əvəzinə 2-in kvadratı üstünü 3 yaza bilərəm. 3 üstü 4-ün əvəzinə də 3-ün kvadratı üstünə kvadrat yaza bilirəm də, düzdür? Həmin bu kök altından indi bu ifadəni çıxardaq. Bax, bu kvadratla bu gedir. 5 qalır. Deməli, bu kvadratla bu gedir. 2-nin kubu qalır. Bu kvadratla da bu kök gedir. 3-ün kvadratı qalır. Biz bunu hesablayaq. 5-i vurursan 8-ə 40 eləyir. 40-ı 9-a vuranda 360 eləyir. Cavab olur 360. 20-ci sualda şəkildəki diaqramda sinifdəki şagirdlərin sınav imtahanı riyaziyyat fənnindən topladığı ballar vermişdir. Diaqram əsasından ballar üzrə moda tapın. Ümumiyyətlə moda nədir? Ən çox təkrarlanan baldır da, düzdür. İndi sənə deyir ki, burada ən çox təkrarlanan bal hansıdır? Təbii ki, 80 baldır. Fikir ver. Burada 80 bal yığan 10 nəfərdir. 78 bal yığan 6 nəfərdir. 55 bal yığan 7 nəfərdir və s. və s. 80 dənə 10 nəfər 80 bal yığıbsa, belə çıxır ki, sən 80, 80, 80, 80, 10 dənə 80 yazırsan da, 10 dənə 80 yazırsan, təbii ki, digərlərindən daha çox olacaq. Deməli, bunun modası ilə bizdə olacaq 80. Yenə deyirəm, ən çox təkrarlanan balı soruşur. Hansı uşağın sayı çoxdursa həmin bal üzrə, həmin modada elə odur da. Onda bizdə 80 olacaq. 21 sualda ABCD proqramında AB-miz verib ki 4-dür, B-miz verib ki 4-dür, YS-miz verib ki 7-dir, YD-miz verib ki 7-dir. Olarsa A, B-yə 4 ucalsın, perimetrini tap deyir. Ümumiyyətlə biz BC-nin 11 cm olduğunu görürük. Onda A-D də 11-dir də. A, B, YD-ni soruşur da bizdən. Və salam da. Sadə bir sualdır. YC-miz YD-yə bərabərdir. Və salam. Buradan tapmaq istəyirsinizsə 4, 4, 7 və 11. Toplasaq neçə eləyir? 15, 11 də gəldim üstə 26 və salam cavab olur 26. 22-ci sualda SAB 64-dür verib. AOB 64-dür. SCOD 25-dir. Olarsa ABCD-yə paralel olarsa şəkildə verilənlər hissəsinin x-i tapın. Burada fikir ver. Bura alfadırsa, burada alfa deyə bilərsən. Niyə? Çünki bizə verib ki, həmin bu AB tərəfi ilə həmin bu CD tərəfi bir-birinə paraleldir. Paraleldirsə bu bucaqla bu biri bucaq çarpaz bucaqlardır. Çarpaz bucaqlar bir-birinə bərabər olur. Digər tərəfdən mən bura bir beta yazsam, onda avtomatik burada beta qalır. Digər tərəfdən fikir verək bura. Bura qammacısa burada qamma deyə bilirəm. Bunlar çünki qarşılıqlı bucaqlardır. Onda alırsan ki 3 bucaq ABO, 3 bucaq ABO oxşardır 3 bucaq deməli OCD-yə. Oxşar üçbucaqların da uyğun olaraq sahələri nisbəti bərabər olmalıdır tərəflər nisbətinin kvadratına. Yəni 3x üstə gəlsin 1 bölünsün x üstə gəlsin 5-in kvadratına. 64 nə deməkdir? 8-in kvadratı, düzdür? Oy, bir dəqiqə. 64 nə deməkdir? 8-in kvadratı. 25 nə deməkdir? 5-in kvadratı, düzdür? Onda mən belə yaza bilərəm də bunun əvəzinə. 64. Elə bir ki,
SAOB-ni uyğun olan tərəf 3x üstə gəlsin 1 deyil, uyğun olan sahə 64 deyil. 8-in kvadratın qarşısında 3x gəlsin 1-in kvadratı durmuşdu da. İndi bu kvadratla bunlar gedir. Buradan alırsan ki 3x üstə gəlinsin 1 bölünsün x üstə gəlinsin 5 bərabər olmalıdır. 8 bölünsün 5-ə. Buradan çarpaz vursaq bir-birinə alırsan ki 15x üstə gəlinsin 5 bərabər olmalıdır. 8x üstə gəlinsin 5 vur 8 40. Buradan alırsan ki 7x bərabər 35-ə, x bərabərdir 5-ə. Və salam cavab olub 5. 15 sinif şagirdləri son sənə tədbirlərində bir-birinə hədiyyə verir və cəmi 600 hədiyyə olur. Qızlar oğlanların 20%-ni təşkil edirsə, oğlanların sayını tapın deyir. Burada bilirsiniz məsələ nədir? Burada n dənə şagirdim var tutaq ki. Və n dənə şagird n çıxılsın bir hədiyyə verir. Niyə n çıx 1-ə vurdum? Çünki bir şagird özünə hədiyyə vermir axı. Digər şagirdlərə hədiyyə vermiş sayılır. Yəni n şagirdim varsa n çıxılsın 1-ə vuracam. Yenə deyirəm niyə n çıxılsın 1-ə vurdum? Çünki mən özümə hədiyyə vermirəm. Digər şagirdlərə hədiyyə verirəm. Və bunu da bərabər eləməlisən 600-ə. Bu hardan alınır? Permütasiyadan alınır. Məsəl arasındakı sinifdə n şagirdim var və biz qarşılıqlı şəkildə hədiyyələşiriksə, deməli 2 yazırsan bura. Mən başqasına verirəm. Ki, məndən qarşıdakının arasında olur deyə 2 yazdım bura. Buradan permütasiyanın içini hesablayanda n faktoriyalı bölməli idim. N çıxılsın 2 faktoriyala. Buradan alırsan ki, deməli, n faktorialın əvəzini yazacağım. N vurulsun, n çıxılsın, 1 vurulsun, n çıxılsın 2 faktorial, bölünsün, n çıxılsın 2 faktorial. Bunlar ixtisar gedir. Buradan n vurulsun, n çıxılsın 1 alınır. Və sən bu oldu 600. Yəni buradan alınır bu. İndi n vurulsun, n çıxılsın 1 faktorialım, daha doğrusu n vurulsun, n çıxılsın 1 600-ə bərabərdirsə, burada n-in yerinə nə qoysam ki, 600-ə bərabər olar? 25. Yəni bunu təbii ki, vietlə də həll edib tapa bilərsiniz və yaxud da diskriminantla edib həll edə bilərsiniz. Yəni seçməklə yazdım mən. M25-dirsə sonra nə deyir? Deməli 25 dənə şagirdim olur. Vəssalam. Biz bunu tapdıq. İndi deyək ki, qızlar oğlanların 25%-ni təşkil edir. Tutaq ki, oğlanların sayı x-dir, qızların sayı isə y-dir. Bir də burada məsələn mən seçmək elədim. Siz seçmək eləməyin imtahanda. Niyə seçmək eləməyin? Çünki seçməklə eləsəz deyəcəklər ki, bunun həllini bilmir, bal keçmə ehtimalları var. Yəni belə başa düşək də bir dəqiqə. Gəlin onu da həllini yazım mən ən yaxşısı bunu. Burada n-ə vurdum, n kvadratı çıxılsın n bərabərdir 600-ə. Buradan alırsan ki, n kvadratı çıxılsın, n çıxılsın 600 bərabərdir 0-a. Buradan deməli yaza bilərsən ki, vietə görə n1 üstə gəlsin n2 bərabərdir 1-ə, n1 vurulsun n2 bərabərdir mənfi 600-ə. Buradan yaza bilərsən ki, n1-in bərabər olmalıdır 25-ə, n2-in bərabər olmalıdır mənfi 24-ə. Yəni belə yazsaq daha yaxşıdır. Biz buradan n1-i təbii ki, mənfi götürə bilmərik. Şagirdlərin sayı təbii ki, mənfi olmayacaq. 25-dir. İndi 25 dənə şagirdim var. Tutaq ki, oğlanların sayı, qızların sayı. Oğlanlar x olsun, qızlar y olsun. Bizə deyir ki, qızlar oğlanların, daha doğrusu, gəl belə yazmayayım, belə rahat olmayacaq. Oğlanlarımın sayı x-dırsa, qızlarımın sayı neçə olmalıdır? 25 çıxılsın x-dir da. Ümumi 25 şagirdim yoxdur. Oğlanların sayı x-dırsa, qızların sayı 25 çıxılsın x qalmır, qalır. Vəssalam. İndi sadəcə ki, qızlar oğlanların 25%-ni təşkil edir. Yəni 25 çıxılsın x, oğlanların sayının 25%. Yəni x-i vurursan 25-ə, bölürsən 100-ə. Burada 100-lə 25 ixtisar gedir, burada 4 qalır. Çarpaz vursaq 100 çıxılsın 4x bərabərdir x-a. Buradan 5x bərabərdir 100-ə, x bərabər olacaq 20-yə. X-im nədir? Oğlanların sayıdır. Bizdən də oğlanların sayısını soruşurdu da, cavab olur 20. 20. Araz O nöqtəsində yerləşən topa zərbə vurduqdan sonra topun hərəkət trayektoriyasını bu qrafikinə modelləşdirmək olar. AT üstəyəsinin A10 cəmini tapın. Deməli, biz burada bunu həll etmək üçün gəl birinci n-in koordinatını tapım. N-in koordinatını əslində tapa bilirəm. Niyə? Çünki bu x-i müəyyən bir qiymətə malikdir. Amma y-i konkret bilirəm ki, 0-a bərabərdir də. Çünki yerdədir. Y-i 0-a bərabərdirsə, gətirək bu funksiyanı mənfi 50-də 1, x vurulsun, x çıxılsın, 20-ni götürüb bərabərsin 0-a. Bunun 0 olması üçün ya bu 0-a bərabər olmalıdır. Onda x-im 0 olur. Təbii ki, x 0 ola bilməz. Çünki mən deyim ki, x müəyyən bir qiymətə malikdir. Ya da ki, x çıxılsın 20-ni 0-a bərabər edib, x-i 20 ala bilərsən. Təbii ki, biz buradan x bərabər 20-ni götürürük. Onda x oldu ki, nədir? 20-ymiş. X-i tapdım 20. İndi bura olur onda 20. Davam edək. Burada kvadratik funksiyada qollar üzü aşağı bir kvadratik funksiya görürük, düzdür? Həmin bu kvadratik funksiyanın
A nöqtəsi tən ortasıdır. Yəni bu xətt var ha, bunu simmetriya oxudu da. Yəni bunlar M və N nöqtələridir. Yəni bizdə A M nöqtəsidir, T isə N nöqtəsidir. Funksiyanın yəni X-i və Y-idir də, düzdür? İndi mən buradan tapmışam ki, A simmetriya oxudursa, bura 20-dirsə A-ya nə qalır? 10 qalmır. A-ya 10 qalır da, düzdür? A-ya 10 qalır. A-nı tapılın ki 10-dur. A 10, A həm də nədir? X-dir da. X-i 10-dur. İndi gətirib burada X-in yerinə 10 qoyub, mən Y-i tapa bilərəm. X 10 olanda Y top hansı hündürlükdə olub? Hansı hündürlükdə olub? Yəni T-ni tapıram da. T-ni tapmaq üçün nə edirəm? -50-də 1 vurulsun. X-in yerinə qoyduq, 10 qoyduq. 10 vurulsun, ondan da 20-yə çıxanda -10. Burada 50 ilə 10 ixtisar gedir, 5 qalır. 5 ilə də bu 10 ixtisar gedir, 2 qalır. Mənfilər də bir-birlərini aparır, müsbət 2 eləyir. Deməli, onda alırsan ki, T-nin qiyməti 2-dir. T-nin qiyməti 2 olmağı o deməkdir ki, buradan bura qədər məsafəm 2-dir. İndi bizdən də AT nədir? 2. Üstə gəlsin, ON-i soruşur. ON nədir? 20-dir də. ON-də 20-dir. 2-nin üstü 20 gələndə cavab gələcək 22. Yenə deyirəm, burada bu xətt həmin bu kvadratik funksiyanın, parabolanın simmetriya mərkəzidir. Yəni simmetriya oxudu. 25-ci suala oturacağı deməli verib ki, bizə AC olan ABC bərabər yanlı üçbucağında oturacağı AC olan bərabər yanlı üçbucaqda BC tərəfinə paralel uyğun olaraq AB tərəfini M, AC tərəfinin nöqtəsində kəsən M-in düz xətti çəkilib. Paralel xətt çəkirəm və kəsdiyi nöqtələr M yazmadı. M və N nöqtəsində kəsən iki dənə xətt verilib. Aha. M-in nöqtələrində kəsir bu paralel xətt. İndi bizə deyir ki, MB-miz 12-dir. Bura 12-dir verib. Digər tərəfdən AM-i verib ki, bizə 2K-dır. Digər tərəfdən BC-ni də verib ki, 5K-dır. İndi fikir ver. Biz bilirik ki, bu bərabər yanlı üçbucaqdır və bərabər yanlı üçbucaqdırsa, onda sən deyirsən ki, AB nədir? BC-yə bərabər olmalıdır da. AB tərəfi nədir? 2K üstə gəlsin 12-dir. Düzdür? BC tərəfi nədir? 5K-dır da. Bunu həll eləsək, buradan alıram ki, 3K bərabərdir 12-yə, K bərabərdir 4-ə. Düzdür? İndi K-mız 4-düzsə, onda mən 5K-nın 20 olduğunu alıram. Onda 2K-nın da ki 8 olduğunu alıram. Düzdür? İndi gəlirəm burada nəyə? Bax, biz dedik ki, M-in BC-yə paraleldir, düzdür? BC-yə paraleldirsə, bura alfadırsa, bura alfa deyə bilirəm, çünki daxili, daha doğrusu uyğun bucaqlardır. Bura betadırsa, bura beta deyə bilirəm, çünki yenə uyğun bucaqlardır. Üçüncü bucaqda qanmadı. Onda alırsan ki, üçbucaq AMN, yəni balaca üçbucaqla, ən böyük üçbucağımız, yəni üçbucaq ABC-miz nədir? Oxşardır. Oxşardırsa, indi oxşarlıqdan istifadə edək. Kiçik üçbucaqdakı, yəni AMN üçbucağındakı betanın qarşısındakı bu 8 var ha, 8-in böyük üçbucaqda betanın qarşısındakı 20-yə nisbəti, betanın qarşısındakı bu 20-yə nisbəti bərabər olmalıdır. Qammanın qarşısındakı balaca üçbucaqda MN-in, qammanın qarşısındakı böyük üçbucaqda 20-yə nisbətinə. Buradan MN-i tapsan nə edirsən? Buradan MN-i tapmaq üçün 8-i vurmalısan 20-yə, bölməlisən 20-yə. Buradan 20-lər ixtisar gedir, cavab qalır 8. Videomuz bu qədər idi. Ümid edirəm sizə kömək olar. Sağ olun, salamat qalın.